İzləyicimizdən belə bir sual gəlib. Xanımın 37 yaşı var və vurğulayır ki, əvvəllər belə halları olmayıb. Xəstədə aybaşdan əvvəl baş ağrıları, isti basma, həm də aybaşı qanı miqdarında artma görür. Əslində bu həm bir orqanik patologiyanın, həm də hormonal pozğunluğun nəticəsi göstəricisi ola bilər. Əslində 37 yaş perimenopazal dövrün başlanğıcıdır. Artıq estrogen, progesteron hormonlarının balansında dəyişikliklər baş verir və disbalans yaranır. Progesteron hormonu azalmağa başlayır və bu şikayətlər, baş ağrıları, aybaşı qanı miqdarında artış, bunlar progesteronun azalması ilə bağlı olan dəyişikliklər ola bilir. Amma bu xanımda yenə də müayinə aparmaq lazımdır. İlkin olaraq orqanik patologiyaları, yəni fibromioma, polip, adenomyoz və s. kimi patologiyaları inkar etdikdən sonra və hormonal vəziyyəti yoxladıqdan sonra dəqiq diaqnoz qoymaq mümkündür. Və həqiqətən də bu perimenopazal dövrün başlanğıcıdırsa və progesteron defisinə bağlıdırsa, belə bir durumda xəstəyə progesteron təyini ilə problemi həll etmək mümkündür.